Hər vaxtınız xeyir. Hal-hazırda izlədiyiniz bu qısa videonu mən sonradan çəkirəm. Bu qısa videonu əsas videoya, yəni uzun videoya montaj edəcəm. 1-2 dəqiqəlik video olacaq, reklam xarakterli olacaq və buna görə də əvvəlcədən üzrxahlığımı qəbul edin. Nə deyəcəkdim? MİQ və ya sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimlərimiz üçün tam paket dərslərimiz artıq aktivdir. Tam paket dərslərimizə qoşulmaq üçün və ya tam paket dərslərimiz haqqında ətraf şəkildə məlumat almaq üçün çəkinmədən bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Qısa məlumat verəcəm ki, tam paket dərsləri nədir və onu da qeyd edim ki, bundan sonra izləyəcəyiniz o uzun videoda hələ tam paket dərslərimizdən biridir. Tam paket dərslərinə qoşulduqda siz baza dərslərini əldə etmiş olursunuz. Birinci, baza dərsləri. Baza dərsləri nədir? Sizə lazım olan bütün riyazi bazanı tam formalaşdırmaq üçün olan video dərslər və tapşırıqlardır. Hansı ki, siz orada natural ədədləri, onluq kəsirləri, adi kəsirləri, müsbət mənfi ədədləri, modulu, tənlikləri, əməllər sırasını və s. əbobu, əkobu, hər bir bizə lazım olan riyazi bazanı, yəni ki, ibtidai sinif müəllimləri səviyyəsində lazım olan riyazi bazanı formalaşdıran video dərsləri 26 dənə video dərsdir və tapşırıqlar da həmçinin öz yerində. Onları əldə etmiş olursunuz. Ondan sonra sizə lazım olan proqrama aid, yəni imtahan üçün nəzərdə tutulan proqrama aid bütün mövzuların ətraf şəkildə mövzu izahını əldə etmiş olursunuz. MHM kitabının sonuncu nəşr, yəni 2025-ci il nəşr kitabı olan Qara üzlü, üstündə 2025 yazılıb. Həmin kitabın başdan ayağa bütün mövzularının və bütün testlərinin dənə ətraf şəkildə izahını əldə etmiş olursunuz. Başqa nə? Çoxlu sayda sınaq əldə etmiş olursunuz. 100-ə yaxın sınaq var, mövzu sınaqları, qarışıq sınaq var. 100-ə yaxın sınaq var. Hərəsində ən azı 20 sualdan 2000 sual və sınaqların da hər birinin dənə-dənə ətraf şəkildə izahını əldə etmiş olursunuz. Bundan əlavə də bizim aktiv WhatsApp qrupumuza qoşulursunuz, hansı ki, hansısa mövzuda və ya hansısa bir video izahı izləyirsiniz, amma yenə də sizə aydın deyil və ya hər hansı bir sualınız yanında və ya hər hansı bir başqa bir materialdan işləyirsiniz, o materialdan hansısa məsələni həll edə bilmirsiniz. Həmin WhatsApp qrupu da 24 saat aktivdir, yəni günün istənilən vaxtı yaza bilərsiniz. Mütləq şəkildə mən gün ərzində həmin suala ətraflı şəkildə cavab verirəm, ta həmin şəxs başa düşənə kimi. Vəssalam. Mən indi bacardığım qədər vacib məlumatları qeyd elədim. Daha ətraflı məlumat üçün yenə bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Vaxtınızı aldığım üçün üzrlüsən, keçirik əsas videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Mövzumuz qarışıq məsələlərdir. Bu qarışıq məsələlər mövzusu nə üçündür? Siz bilirsiniz ki, biz indiyə kimi, təbii ki, bizimlə birlikdə ardıcılıqla davam eləmişsinizsə, biz indiyə kimi, yəni bu mövzuya gəlib çatana kimi bütün mövzuları mükəmməl şəkildə öyrənmişik. Bütün mövzuların mövzu izahını vermişik, siz izləmişsiniz, işləmişsiniz, qaydaları öyrənmişsiniz. Testlərini işləmişsiniz, testlərin izahını vermişik və bura kimi gəlmişsiniz. Əla. Bura kimi gəlmişsiniz, artıq bizim təkrar zamanımızda. Amma mənə diqqətlə qulaq olsun, təkrarı düzgün etmək lazımdır. Bax, biz burada başlayırıq işləməyə. Mən təbii ki, hər birinin izahını verəcəm, amma siz özünüz işləməyə çalışdırırsınız. Tutaq ki, 1-i işlədiniz, 2-ni işlədiniz, 3-ü işlədiniz, 4-ü işlədiniz, 5-də ilişdiniz. Alınmır. Gəlirsiniz 5-in video izahına baxırsınız. 5-in video izahına baxanda, bax bu hissələrə diqqətli olun. Mən video izahına baxanda sizdə tutaq ki, hansı bir sürət məsələsi idi də güya. İlişmişdiniz. Gəlib izahına baxanda, deyirsiniz ki, izaha baxıb başa düşdüm. Mən bunu bilirdim, bu qaydanı bilirdim. Sadəcə beynim yorğun. Vay da yox, burada mexaniki səhv eləmişəm. Bilirdim, ağlıma gəlmədi, yorğun olmuşam və s. Yəni sən əminsənsə bu mövzuda bilirsən, sadəcə anlıq bir səhv eləmirsən və yadından çıxmışdı, elə bu da təkrar eləmiş oldun, amma tezdən beynində təmiz oturdu. Əla, sən davam et tezdən. 5-ci testdən sonra izahıma baxmadın, özün dedin ki, mən bunu eləyə bilərdim olsa da, sadəcə mexaniki səhv eləmişəm, ya anası bir şey yadımdan çıxıb. Davam edin, 6-7 yenə davam edirsən, işləyirsən, qəşəng təkrarda, bu təkrarı bilirsən, öz güvənin gəlir. Gəldin 15-ci suala, məsəl üçün deyirəm. Tutaq ki, 15-ci sual nə mövzusu olsun? Tutaq ki, özümdən atıram, hər hansı bir yaş məsələsi də ola bilər, amma yaş məsələsi çoxsuz, yaxşı işləyirsiniz. Tutaq ki, sistem tənlik, məsəl üçün deyirəm, özümdən atıram mövzunu. Sistem tənliyə aid bir məsələdir, həll eləyə bilmədin, gəldin yenə də video izaha baxmağa və video izaha baxanda, həmin o 15-ci testin izahını mən burada vermirəm. Deyirsən ki, yox, mən nəsə çatmadı. Yəni, mən sistem tənliyi həlli qaydasını yaxşı bilmirəmmiş. Nə üçün nədir, rasını bilmədim də. Yəni, çətin gəldi də sən, bu mövzu əməyə başladın gəldi. Bu sənin üçün təkrardır, əməyə heç cür başa düşmürsən. Deməli, sənin həmin mövzuda, indi özünü atmışsın, sistem tənlik, tutaq ki, sistem tənlik və ya başqa mövzu. Sənin həmin mövzuda əməlli problemin var. Qorxulu bir şey yoxdur. Daha da gözəl bir şeydir. Təkrar nə üçündür? Bir, yadından çıxanları yada salırsan,
Amma indiyə kimi öyrənilən mövzular arasında mütləq ki, hər kəsin zəif öyrəndiyi bir mövzu var. Ta kimsə ehtimal biraz zəif öyrənir, kimsə həndəsəni biraz zəif öyrənir və s. O həmin mövzuya çatdın, qurtarmısan da mövzuda. İşin təkrar deyil, heç tənbəllik etsən. Bunu işləyə gələndə gördün ki, təyin edin ki, aha, bu mövzunu mən yaxşı öyrənməmişim o vaxtda və indi də görürəm ki, tam dərk eləmirəm. Saxla, məsələn 15-də saxla. Qayıtacaqsan bura, narahat olma, burada izah davam edirsən də işləyəcəksən. Saxla vaxtında. Artıq sən o qədər mövzu öyrənmişdin. İçində bir dənə zəif yox idi. Qayıtdın, tutaq ki, nə demişdim? Sistem tənlik, hə. Qayıtdın, tutaq ki, sistem tənliyin tutaq ki, deyirəm də, hər hansı bir mövzuda onun mövzu izahını tezdən izlə, qaydalarını tezdən öyrən, əzbərlə, yaz. Beynimə oturdurkən ki, mən bu mövzuda zəif idim. Qoy, bunu da düzəldim, heç bir problemim olmaz. Öyrəndin. Testlərini yeri gəlsin, bir neçəsini də özün baxırsan da vəziyyətə. İşdə izahlarına bax. WhatsApp qrupunda mənə sual ver. O mövzunu bacardığın qədər mükəmməlləşdir. Bəlkə sənin üçün çox çətin mövzudur. Maksimum səviyyə çıxarda bilmirsən, amma tezdən qayıt da sən ora. Ən azından onun üzərində bir işləyəndə bir 10%, 20% də həmin mövzuda daha yaxşı mükəmməlləşəcəksən. Onu öyrən, bacardığın qədər artır. Yəni güclü qoy, maksimum olmasın bunlar, problem yoxdur. Amma gedişat budur. İnsan görə əziyyət çəksin, tənbəl olmasın. Qayıtdın, biraz da artırdın, 5%, 10%, 20% həmin mövzuda bir evi artırdın. Sonra qayıt gəl, yenə də 15-in ardını İşləyə gedirsən. Yenə də harda ilişdin, gördün ki, izahda başa düşürsən, problem yoxdur, yenə davam elə. Özün özünü alladın. Amma gördün yenə də 105-ci sualda ilişdin. Görürsən ki, bu mövzuda da mənim çətinliyim var idi, kəsirlərdə. Məsəl üçün atıram, qayıt oranı mükəmməlləşdir. Mən dediyim qayıtda yaxşı. Bax, təkrar bunun üçün təkrar elə belə oturub şey eləmir. Bu forma təkrar üçün heç bir problemimiz qalmayacaq. Çox danışdım, amma bunu qeyd eləməliydim. Keçək suallarımıza görək. Birinci sual nədir? 4 dəqiqə danışmışam. Deyir, sürəti 120 km/saat olan maşının 1 saat 45 dəqiqədə getdiyi yolun onda 3-ü asfaltdır. Yolun onda 3-ü asfaltdır. Yolun asfalt hissəsi neçə kilometr? Sürət məsələsi də özü çətin döyülsün üçün. Baxın, sürəti verib mənə, V-ni də 120 km/saat. Düstur lazım deyil. Yəni 1 saata 120 gedir. Lap yazın bura. V bərabərdir 120. Zamanı da verib mənə, bəldir 1 saat 45 dəqiqə. Və T bərabərdir 1 saat 45 dəqiqə. 1 saat, amma 45 dəqiqəni də saatı çevirmək istəyirəm. Axı, bunu da saatına yazın da. 45 dəqiqəni saatı necə çevirir? Çox asan. Dəqiqəni saatı çevirəndə həmin əldə 60-a bölürsən. 1 saat 60 dəqiqədə. Yəni 45-i bölürsən 60. Yəni oldu 60-da 45. Yəni 45 dəqiqə 60-da 45 saat deməkdir. Yəni 1 saat 45 dəqiqə nədir? 1,60-da 45 saat deməkdir. Lap bunu biraz ixtisar aparaq. 15-ə böləm 3, 15-ə böləm 4. Cavab olur 1,4-də 3 saat. Məsələdir ki, sürəti 120 km olan maşının 1 saat 45 dəqiqə getdiyi yolun. Deyirsən 1 dəqiqə deyəm, mən birinci yolu tapım, məsələyə davam edirəm. Yolu tapmağı da su kimi öyrənmişik. S bərabərdir V vur T düsturuna əsasən. Yəni burada V'miz məlumdur 120 vurulsun. T'miz məlumdur 1,4-də 3. Kəsirlərin vurulmasını da öyrənmişik bazı dərslərində ki, qarışıq ədədi vurmaq olmur. Onda bunu etməliyəm, düzgün olmayan kəsirə çevirməliyəm. Yəni məxrəc necə var qalırdı? Qarışıq ədədi düzgün olmayan kəsirə çevirəndə. Məxrəc necə var qalırdı? Sürət nə yazırdım? Məxrəci tam hissəyə vuram, 4-ü 1-ə vurdum. 4 üstünə gəlirdim sürəti. Yəni 4 vur 1, 4 üstünə 3 gələndə belə vur 3 dəqiqə. 7. 120-ni vuranda 4-də 7, 120 ilə 4 sayı gedir. Burada 30 qalır. 30-da 7-yə vuranda cavab olur 210. Deməli bu ki deyir sürəti 120 km/saat olan maşının 1 saat 45 dəqiqə getdiyi yolun, bu yoldan danışır. Yəni 210 km yolun. Deyir 10-da 3-ü asfaltdır. 210-un 10-da 3-ü asfaltdır. Nə deməkdir? Bir ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsirin məxrəcinə bölüb sürətinə vururduq. Yəni 210-u 10-a bölüb 3-ə vurmalıyam. Təkrar mövzu deyə yada salıram hamısını. Böləndə 21 edir, 3-ə vuranda cavab 63 edir. Sualımın cavabı hazır. Birinci testin cavabı oldu A bəndi. Keçdik 2-yə. Sürət məsələsindən biraz təkrarlamış olduq. 2. Bu da sürət məsələsidir. Qarşı-qarşı hərəkət veriblər, amma müxtəlif zamanlarda. 2 məntəqədən müxtəlif vaxtlarda qarşı-qarşıya piyada və velosipedçi hərəkətə başladı. 2 dənə məntəqədir, vəziyyəti başa düşür. Şəkil çəkmə ehtiyac yoxdur, mən çəkirəm ki, başa düşəsiniz də. 2 dənə məntəqədə belə, biri burada, biri burada. Qarşı-qarşıya hərəkət var. Deyir ki, müxtəlif vaxtlarda qarşı-qarşıya piyada və velosipedçi hərəkətə başladı. Tutaq ki, buradan piyada çıxıb, yazaq bura, o da velosipedçi olsun. Qarşı-qarşıya çıxıblar, vəziyyəti başa düşdüm. Deyir, piyada 1 saatda 4 kilometr, yəni piyadanın sürəti 4-dür, hər saatda 4 gedir bu piyada. Velosipedçi isə 1 saatda 10 kilometr yol gedir. Bu da hər saatda 12 kilometr yol gedir velosipedçi üzü bu üzə. Deyir ki, piyada velosipedçidən 2 saat əvvəl yola düşmüşdü.
Onda piyada velosipedçidən 2 saat əvvəl yola düşübsə, görüşənə kim deyib də burada. Baxın, o yaxına kimi oxuya yola düşmüşdür. Onlar birlikdə 56 kilometr yol getdilər. Bəli, birlikdə gedə bilərsə, deməli eyni saat yol gediblər. Amma necə? Yəni, məsəl üçün, velosipedçi 5 saat yolda olsa, piyada ondan 2 saat əvvəl yol düşüb. Baxın, deməli, o 7 saat yolda olub piyada. Özümdən deyirəm, 5-i. Yəni, mən sənə 2 saat qabaq yola düşmüşəm də. Sən dedin ki, mən 10 saat yoldayım. Mən deyirəm, mən sənə 2 saat qabaq yola düşmüşəm, 12 saat yoldayım. Yəni, sən nə gedmişsənsə, mən səndən 2 saat çox gedmişəm. Yəni, velosipedçi x saat yolda olubsa, bu zamandır. Bu, ondan 2 saat çox. X plus 2 saat yolda olub. Yəni ki, bu 5-dirsə, bu 7-dir. Bu 10-dursa, bu 12-dir. Bu 20 saat yoldursa, bu 22-dir. Bunu başa düşdük. Hə, deyir ki, onlar birlikdə 56 kilometr yol getdilər. Heç bir problem yoxdur, buradan tənlik qura bilərəm. Çünki bax, bu bunun sürəti idi, bu da bunun zamanı idi, x plus 2. Bu bunun sürətidir, düzdür, hər saatda 12 gedir demişdi. Bu da zaman idi, 2 saat demişdi yolda olub. Bunun getdiyi yol tapmaq üçün v vurtaya da, yəni 4-ü vuraram x plus 2-yə. Bu piyadan getdiyi yol taparam. Burada v vurtaya 12-ni vuraram x-ə, velosipedçinin getdiyi yol taparam. Və ikisi birlikdə 56 kilometr gedib. Yəni ikisinin getdiyi yol toplasam bərabər olmalıdır 56. Vəssalam. Bu tənliyi həll edirik. Paylamı qanuna vurub açıram. 4x vuranda 4x, üstə gəl 4-ü 2 vuranda 8, üstə gəl 12x-i yazdım. Bərabərdir 56. 4x-dən 12x toplayanda olur 16x, plus 8 çıx 8 kim keçir? 56-dan 8 çıxanda 48. X ilə bərabər 48 16-ya böləndə 3 kök. Sual nədir? X 3 tapdım. Deyir ki, piyada və velosipedçi ayrılıqda neçə saat yol getmişdi? Velosipedçi x saat yol getmişdi, x tapmışam 3, yəni bu 3 saat yol gedib. Bu da x plus 2, x 3 tapmışam, 3 də gəlir 2, yəni 5 saat yol gedib. Biri 3 saat, biri 5 saat yol gedib. Variantlarda 5-3 cavabı haradadır? C bəndində. İkinci testin cavabı da oldu C bəndi. Üzr istəyirəm. Keçdik 3-ə. Biraz yavaş-yavaş sürətləndim ki, çox məsələ izah verə bilir. Sadəcə əvvəldə aramla başlayam ki, beyniniz açılışsın, sonra sürət yedim. Birdən biraz sürətli başlasam, beyniniz çatdırmaz birdən. Azər dedi, mənim yaşımı göstərən rəqəmin sağına ondan 2 vahid çox olan rəqəmi yazsa, nənəmin yaşı anlar. Bir il sonra o bu sözləri babası haqqında dedi. Onun nənəsi babasından neçə yaş kiçikdir? Burada tənli zat qurmağa çalışmayın. Burada dəqiq ədədlər tapa bilmərsiniz. Öz cavabınızı tapdınız. Siz burada nənənin, babanın yaşını dəqiq tapa bilərsiniz. Amma onların yaşları fərqini dəqiq tapa bilərsiniz. Bizdən yaşları fərqini soruşub. Dedi ki, nənəsi babasından neçə yaş kiçikdir? Ona görə burada ürəyin sən xəyali bir ədəd qoya bilərsən. Bax, məsəl üçün, Azər dedi, mənim yaşımı göstərən, Azərin yaşını özümdən atıram. Məsəl üçün, mən 5 deyirəm. Sən başqa şey deyirsən, onu da göstərəcəm. Eyni cavab gəlib çıxır axırda. Azərin yaşını 5 desən, deyir ki, mənim yaşımı göstərən rəqəmin sağına ondan 2 vahid çox olan rəqəmi yazsa, nənəmin yaşı anlar. Yəni, Azərin 5 yaşı varsa, nənəsi onun neçə yaşı var? Yəni, Azərin yaşının sağına nəyə qoy? Gələm, bundan 2 vahid böylədir, 7-ni yəni. Rəqəmin sağına ondan 2 vahid çox olan rəqəmi yazsaq. Yəni, 5-in sağına bundan 2 vahid çox olan 7-ni yazdım. Onun nəsinin 57 yaşı var, düzdür? Deyir ki, bir il sonra, o bu sözləri babası haqqında dedi. Eyni məntiqlə fikirləşirəm. Onda bir il keçib, Azərin 5 yaşı var, babası neçə yaşı olur? Azərin neçə yaşı olur? 6. Onda bunun babasının neçə yaşı olur? Babasının yaşı olacaq. Eyni sözləri deyir də babası üçün də. Deyir ki, bax bu sözləri, mənim yaşımı göstərən rəqəmin sağına ondan 2 vahid çox olan rəqəmi yazsa, bu da babamın yaşı anlar deyir. Onda 6-nın sağına 6-dan 2 vahid böyle yazsam olur 68. Bax burada səhv eləməyin. Adam var deyir, nənə 57, baba 68, 68-dən 57-ni çıxıram 11 cavabını götür, səhv edir. Niyə? Çünki bunu deyəndən bir il sonra babası haqqında danışıb. Yəni ki, bu sözü deyib, nənəsinin 57 yaşı olub. Sonra deyib bir il sonra, yəni özünün 6 yaşı olanda babası üçün deyib o sözü. Və bir il sonra babasının 68 yaşı olub. Amma nənəsi də 1 yaş böyük bax. Çünki bu 5 yaşı onun nənəsinin 57 yaşı olub, 6 yaşı olanda babasının 68 yaşı olub. Onda bunun 6 yaşı olanda 5 yaşında 57 yaşı var isə nənəsinin 1 il keçibsə, bunun da 1 il keçib. Nənəsinin 58 yaşı var. 68-dən 58 çıxanda cavab olur 10. Yəni ki, nənəsi babasından 10 yaş kiçikdir. Deyirsən ki, bəlkə 5-4 özündən atdığını səhv eləyirsən bəlkə. Yox. Lap sən qoyğundan 7-ni və ya 6-nı. Deyirsən ki, 6 yaşı var, onda nənəsinin neçə yaşı olur? 68, düzdür? 1 ildən sonra 7 yaşı olur, babası üçün də eyni sözlər deyir. 7-nin yanına bundan 2 vahid böyük 9'u qoyam, olur 79. Babasının oldu 79 yaşı. Nənəsinin də 1 ilə 68 yaşı var, indi 69 yaşı var. Bunların yaşları fərqi neçədir? Eyni zamanda yaşları fərqi müqayisə eləmək olardı. 79-dan 69 çıxırız, yenə də eyni cavaba çatırız. Yəni müxtəlif ədədlər ala bilərsiniz, amma fərq hər birində düzgün gəlirsə 10 alınmalıdır. 3-cü testin cavabı da oldu D. Keçdik 4-cü testə. Görək 4-cü testdə bizə nə sual verir.
Deyir, ailə üzvlərinin yaşları cəmi 3 il əvvəl 47 idi. İndi isə onların yaşları cəmi 68-dir. Bir dəqiqə, bax, onların yaşları cəmi 47 idi, oldu 68. Nə qədər artım olub? Deyirsən ki, 68-dən çıxıram 47-ni, 21 yaş artım olub da, deyirsən. Deyirsən, nə qədər keçib? 3 il. Yəni 3 il əvvəl 47, indi 68-dir. 3 ilə bunların yaşı 21 yaş artıb. Bunların yaşları cəmi 21 yaş artıb 3 ilə. Onda bunlar neçə nəfərdirlər? Çünki hər il, belə deyim də, hər adam 3 ilə. Mən o ailənin üzvüyəm də, bilmirsiniz neçə yaşımız var. Amma bizim yaşlarımızın cəmi 47-dir. 3 il əvvəl 47 olub. İndi 3 il keçirsə, mən neçə yaş böyümüşəm? 3. Yanımdakı ailə üzvü neçə? 3. Hər birimiz 3 yaş böyüdük də, düzdür? Ümumilikdə 21 yaş böyümüşük. Amma hərəmiz 3 yaş böyüdük də. Onda mən 21-i 3-ə bölsəm, taparam ki, biz 7 nəfərik ailədə. 7 nəfərik ki, 3 ilə hərəmiz 3 yaş böyümüşük, 7 vurursa 21 yaş artıb yaşlarımızın cəmi. Yəni biz 7 nəfərik. İndi sualda ailə üzvlərinin sayı dəyişməzsə, yəni 7 nəfər qalarsa, 5 il sonra onların yaşları cəmi neçə olacaq? İndi onların yaşları cəmi neçədir? 68. İndi 68-dirsə, 5 ildən sonra 7 nəfərdirlər, hərəsi 5 yaş böyür. Yəni 7 ilə 5 artacaq cəm. Düzdür? Bunların yaş məsələsini də öyrənmişik, çox uzatmıram. Yəni hər adam 5 yaş böyüdüyü üçün plus 5 artır, cəmimizin üstünə 5 gəlmək. Amma 7 nəfər olduğu üçün 7 dənə 5 gələcəm. Çünki hər biri 5-5 artır. 7 vur 5 neçə edir? 35, 68, 35 gəndə cavab olur 103. 103 hardadır? D bəndə. Bax, bunu da öyrənmişsiniz, yaş məsələləri mövzularında bu arada xüsusən danışmışım. Və buna aid çoxlu məsələlər də var idi. 4-cü testdə bu, dördüncü testin cavabı da oldu D bəndi. Zamana baxıram. Keçdik 5-ə. Deyir ki, qatarın 4 vaqonunda 100 sərnişin var. Qatar yolu düşdükdən sonra birinci vaqondan ikinci vaqona 16 sərnişin, ikinci vaqondan üçüncü vaqona 12 sərnişin, üçüncü vaqondan dördüncü vaqona 8 sərnişin keçdi. Beləliklə vaqonlarda sərnişinlərin sayı bərabərləşdi. Ən sonda qatar yola düşməmişdən qabaq hər vaqonda neçə sərnişin var idi? Tanış gəldi sizə. Çol sərçə məsələlərində bunu öyrənmişdik. Çoxlu buna aid məsələlər eləmişdik. 4 daha vaqon yazıram. Birinci vaqon, ikinci vaqon, üçüncü vaqon, dördüncü vaqon. Sonra nə edirdim? Arxadan başlayırdım. Bunun mövzu izahını əməli başlayırmışım, uzatmıram. Yəni ki, ən sonda nə olub? Bunlar bərabərləşib. Yəni ən sonda hadisələr baş verəndən sonra bunun X dənə içində adam olubsa birinci vaqonda, bunda da X dənə adam olub, bunda da, bunda da. Çünki deyir ki, belə ki, vaqonda sərnişin sayı bərabərləşir. Yəni bu 10-sa bu da 10-dur, bu da 10-dur, bu da 10-dur. Yəni bu hər neçədirsə bunlar da odur. Yəni bu X-sə bunlar da X. Bu ən son haldır. Ona görə son edirik, tərsinə gelirik. Çox asan idi bu bizim üçün. Yəni başlayırım cümlələri oxumağa və tərsinə eləməyə, əksinə eləməyə. Bax, qatar yolu düşdükdən sonra birinci vaqondan ikinci vaqona 16 sərnişin keçib. Bax. Birincidən ikinciyə 16 nəfər gedib. Onda birincidən 16 azalmalıdır da. Çıx 16 yazmalıyam, amma əksinə plus 16 yazıram. Çünki mən tərsinə gəlirəm. Bax, bunun məntiqini də başa salmışıq. Qısa yollarla geri artıq. Birincidən ikinciyə keçibdi 16 nəfər. Deməli, ikincidə 16 nəfər artmalıdır, plus 16 yazmalıyam, amma əksinə çıx 16 yazıram. Bu qədər sadə. Sonra ikinci vaqondan üçüncü vaqona 12 sərnişin keçib. İkincidən 12 sərnişin gedib. İkinci anı, bax, buradan. Buradan 12 sərnişin gedib, çıx 12 yazmalıyam da. Amma mən nə edirəm? Üstə gəl 12 yazıram. Əksinə. Ne yazıb oxumuşdum? İkincidən hara keçib? Üçüncüyə. Üçüncüyə 12 nəfər gəlibsə, onda plus 12 yazmalıyam da məntiqlə. Amma mən nə yazacağım? Çıx 12 yazacağım. Çünki əksinə gedirəm. Üçüncü vaqondan dördüncü vaqona 8 sərnişin keçib. Deməli, üçüncüdən 8 nəfər azalıb da mən bura nə etməliyəm? Çıx 8 yazmalıyam da. Amma nə yazacağım? Üstə gəl 8. O 8 nəfər hara keçib? Dördüncü vaqona. Ay, bura yaz. 3-ə yazacaqdım. Heç açdım. 3-ə. Üçüncüdən keçmişdi də. Hə, bura plus 8 yazıram. Deməli, o 8 nəfər hara keçib? Dördüncü vaqon. Onda dördüncü vaqon 8 nəfər artmalıdır da. Mən burada nə yazacağım? Plus 8 yazmalıyam. Amma nə yazacağım? Çıx 8. Və salam. Bu qədər sadə. Bu tip məsələlərdə hamısını X yazırdıq bərabərləşdiyi üçün. Sonra şərti oxuyub tərsinə yazırdıq. Və bunların hamısı bir yerə neçə nəfərdirlər? 100 nəfər. Və salam. Bunu kol sayısı məsələsi üstündə su kimi öyrənmişik. Bunları toplayıb 100-ə bərabərləşdirməli. Bunları toplayanda 4x toplayanda olur 4x. Ədədlər burada toplayıb. 16-da mənfi 16 getdi, 0 eləyir. 12-də mənfi 12 0 eləyir. 8-də mənfi 8 0 eləyir. Və sonunda 4x bərabərdir 100-ə. X də bərabərdir 104-ə böləndə 25. Hə. İndi hansını soruşursa 25-i qoyacağım yerine tapacağım. Hansını soruşur? Qatar yol düşməmişdən qabaq hər vaqonda hamısı lazımdır, hamısını taparam. Buraya 25 qoysam 25 16 neçə edir? 41. Birinci vaqonda oldu 41 nəfər. Buraya 25-i qoysam 25 16 9 12 gələndə 21. Üçüncü vaqonda 25-i yerinə qoysam 25 12 13 8 gələndə 21. Burada 25-i qoysam 25 8 neçə edir? 17. Baxın cəmləri 100-ü verəcək. 17 21 38 59 bəli. 41 21 21 17 harda var? 41
21, 12. Də budur, B bəndi, bax. 41, 21, 21, 17. Yəni 5-ci testin cavabı da oldu B bəndi. Silirəm bunu da. Burada boşluq olan ki, o sayısı məsələlərinə qayıtsın. Bacardığım qədər ətraflı izah verirəm, amma tam ətraflı izahı daha oradan izlənməlidir. Çünki hər məsələdə tezdən mövzu izahı versəm, bu 250-dən testi 50 videosu da bitirək bəlkə də. Bəlkə də gec. 1-dən 1998-ə qədər ədədləri ardıcıl və bərabər sayda, bunu da öyrənmişik. 2 sırada yazsaq, 777-nin altında hansı ədəd durar? Nə deyir burada? 1-dən 1998-ə qədər ədədləri ardıcıl və bərabər sayda 2 sırada yazsaq. 2 sırada yazacaqlarsa 1998-i bölərəm 2-yə. Neçə edir? 999. Yəni bu o deməkdir ki, 1-dən 1, 2, 3 ta 999-a kimi bir sıra. İkinci sırada başlayırlar 1000, 1001, 1002 belə davam edirlər ta 1998-ə kimi. Yəni 999 dən ədəd birinci sırada, 999 dən ədəd ikinci sırada yazılır. Onu deyir axı. Ardıcıl və bərabər sayda. Yəni burada neçə dənəsə burada o qədər ədəd yazırlar da. 2 sırada yazılır, 2 sırada. İndi sual budur ki, 777-nin altında hansı ədəd durur? Buradan da baxanda görürsünüz ki, 1-in altında məsələn duran ədəd nədir? 1-in üstündə 999 yəni də 1000 edir də. Yəni ki, 1-in altındakı ədəd bundan 999 vahid artırdır. Bax 2-nin altında da 2-nin üstündə 999 gələndə 1001 eləyir. 3-ün üstünə bax həmin 999 gələndə 1002 eləyir. Yəni hər bir ədədin altındakı ədəd bundan 999 vahid böyükdür. Onda 777-nin də altındakı ədəd 777-dən 999 vahid böyük olacaq. Bunları toplayanda cavab olacaq 1776. Sürətli nədir? Hələ 1000-in üstünə 777 gəlsə, sonra bir vahid azaldırsan, cavabı tapırsan. 6-cı testin cavabı da oldu D bəndi. Keçdik 7-yə. 1-dən 30-a qədər 30 daxil olmaqla 2-yə bölünən rəqəmlərlə 7-yə bölünən ədədlərin cəmi neçədir? Bax, bir dənə burada səhv eləməyin, sual asandır. Bir dənə burada səhv eləməyin. Bax, 2-yə bölünən rəqəmlərlə deyir. 2-yə bölünən rəqəmlər hansılardır? 2-dir, 4-dir, 6-dır, 8-dir, 10-dur. Yox, 10 rəqəm deyir axı artıq. Sənə rəqəmlərlə deyib, ədədlərlə deməyib. Rəqəmlər 9-a kimi gəlir. 2-yə bölünən ədədlər bunlar. Demək, bunlarla sonra deyib, 7-yə bölünən ədədlər. 7-yə bölünən ədədlər də ki, hələ 7-nin özüdür. 7 artıracağım da 14-dür. 21'dir, 28'dir. Burada deyirəm çünki 28-dən sonra 35 gəlir, üstünə 7 gəlsəm də. Amma mənə 30-a kimi deyiblər, amma 35-i götürmürəm. Və sən bunların cəmini soruşur məndən. Hələ şifahi bunların hamısını toplayaq da. Bunu da onun üstünə gəlməliyəm. 2, 4, 6, 6, 12, 8, 20, 27, 41, 62, 90. 90 var C bəndində. 7-ci testin cavabı da oldu C bəndi. Silirəm bunu da keçirik 8-ə. Aysel ilə anasının yaşları cəmi 52-dir. 2 il sonraki yaşları fərqi 22 olarsa, indi Ayselin neçə yaşı var? Yaş məsələləndə öyrənmişdik. Bax, bu cümlə, bu 2 il söhbəti boş-boşuna verilib bizə. Bax, 2 il sonra yaşları fərqi 22-dirsə, deməli, indi yaşları fərqi 22-dir. Çünki yaşlar fərqi dəyişmir. Ən birinci qaydamız idi yaş məsələsində. Ya, hasan 22-dirsə, deməli, indi 22. 10 il əvvəl bizim yaş fərqimiz 22-dir. Hələ indi 22-dir. Deməli, yaş fərqi dəyişmir axı. 20 il sonra yaş fərqimiz 22-dir. İndi də deməli 22-dir. Yaş fərqi dəyişmir axı. Deməli, bu 2 il sonra sözü çaşdırmasın. Deməli, bunların yaşları fərqi 22-dir. Aysel var, bir də anası var da. Yəni, Ayselin yaşını x desək, anası ondan 22 yaş böyükdür. 22 yaş fərqləri var. Kimsə kimdən 22 yaş böyük olmalıdır. Təbii ki, ana böyük olacaq. Və onların yaşları cəmi 52-dirsə, deməli, Ayselin yaşı ilə x ilə anasının yaşını, yəni x plus 22-ni toplasam, yaşları cəmi tapsam, neçə idi bu? 52. 52-yə bərabər olmalıdır. X ilə x toplayanda olur 2x. Bu çıx 22 kimi keçir. 52-dən 22 çıxanda 30. X bərabərdir 32-yə böləndə 15. Sual kimi soruşmuşsunuz. Ayselin neçə yaşı var? Ayselin yaşına x demişdi. X-i də 15 tapdıq. Ayselin 15 yaşı var. 8-ci testin cavabı oldu A bəndi. Silirəm bunu, keçirik 9-a. Səbətdəki almalar 7 nəfərə paylansa yerdə bir alma qalır. 4 nəfərə paylansa yerdə alma qalmaz. Səbətdə neçə alma ola bilər? Yox, neçə alma ola bilərdir. Deməli, sən bunu x-la həll eləyə bilməzsən. Bu müxtəlif cür cavablar ola bilər. Deməli, söhbətdə neçə alma var? Ola bilər. Ola bilər deyirsə, deməli, bunun dəqiq cavabı yoxdur. Dəqiq cavabı yoxdursa, deməli, sən variantlardan seçməlisən. Variantlardan seçmək üçün də bu məsələdən çox rahat məntiq çıxarda bilərsən. Deyir, 4 nəfərə paylansa yerdə alma qalmaz. Deyirəm, bu almaların sayı 4-ə bölünən ədəddir. 4 nəfərə böləndə qalıq zad qalmır.
4-ə bölünür. Deyirsən ki, yaxşı 56 4-ə bölünür, 44 də 4-ə bölünür, 36 da 16, bir də 65 bölünür. Yaxşı, mən buradan yeni sildim Rasim. Burada 4 də var, 4-də 4-ə bölünür. Axı 4-ünü də götürüm, deyəm yox da. Biz bunu da boş-boşuna verməyim. Baxın, deyir ki, 7 nəfərə paylansa, yerdə bir alma qalır. Deməli, almanın sayını göstərən ədəd hər nədirsə 7-yə böləndə qalıq 1 eləyir. Çünki 7 şey böləndə 7 mənə 7 verdi, ona 7-nin elinə. Sonra axırda hamısından sonra bir dənə alma qıraqda qalır. Başa düşürsünüz? Yəni 7-yə bölünən ədəd deyil, amma 7-yə bölünən ədəddən bir vahid böyükdür. Yəni 7-yə böləndə qıraqda 1 alınır da. Bunun mənası budur. Ya burada həll lazım deyil. İndi bunlara baxıram, bunların arasında hansı 7-yə böləndə qıraqda 1 alınır? 56 7-yə tam bölünür, 8 edir. Deməli bu mənə lazım deyil. 44-ü 7-yə böləndə 6 edir, 6 7 42 qalıq 2 qalır. 44-dən 42-dən bu da lazımdır. Qaldı 1 qalsın. 36-nı 7-yə böləndə bəli. Cavab 5 eləyir. 5 vur 7 35 qaldı 1 qalır. Bax şərtini ödəyir. 16 isə 7-yə böləndə 2 vur 7 14 qalıq 2 qalır. Yəni bu da bizim şərtimiz ödəmir. 9-cu testin cavabı oldu C bəndi. Keçdik 10-a. Biraz belə eləyim. Hə. Onda nə deyir? Deyir 2 rəqəmli ədədin rəqəmləri cəmi 8-dir. Əgər rəqəmlərin yerini dəyişsək, verilmiş ədəddən 18 vaat kiçik olan bir ədəd alınır. Verilmiş ədədin 2 mislini tapın. 2 cür həll edəcəyim sizə. 1. Çoxumuza uyğun gələn həldir, amma sıfır riyazi həlli göstərəcəm. Birinci həll seçmə üsuluna. Bax, seçmə üsulu uzun oldu. Uzun zad olmuyor. Bax, oxunur amma 2 rəqəmli rəqəmlərin cəmi 8-dir. Sən deyirsən ki, rəqəmlər cəmi 8, onun neçənin 2 rəqəmlər var ki, bax 1 7 8 edir rəqəmlər cəmi. Sonra 2 6, məsələn 26. 3 5 35, 4 4 44, 5 3 cəmi 8 əslində. 5-in üstü toplayanda 8, 6 2 8, 7 1 8, bir də 8 0 toplayanda 8 edir. Hələ belə yazdım. Buna görə 2 rəqəmlər cəmi 8 deyirsiniz. Sonra deyir ki, əgər rəqəmlərin yerini dəyişsək, verilmiş ədəddən 18 vaat kiçik olan bir ədəd alınır. Mən də rəqəmlərin yerini dəyişərəm. Burada olacaq 71, bu olacaq 62, bu olacaq 53, bu olacaq hələ 44. 3 ilə 5-in yerini dəyişsəm, bura 3, bura 5, 2, bura 6, bura. Yerlərini dəyişirəm də 71-də olur 17, burada 0,8 olur, yazdım. İndi baxsam, bunlardan hansı ödəyir də? Deyir ki, verilmiş yerlərini dəyişsək, verilmiş ədəddən 18 vaat kiçik ədəd alınır. Birincisi, burada yer dəyişəndə daha da böyük ədəd alınır. Yəni, bu deyil. Çünki 71 17-dən böyükdür. 62 də 26-dan böyükdür. 53 35-dən böyükdür. 44 44-də bərabərdir. Aha, doğrudan kiçik ədəd alındı. Bax, 53 də ədədim. Hansı ki 53-ün rəqəmlərin yerini dəyişəndə 35 olur və özündən kiçik ədəd alınır. Neçə vahid? 18 vahid. Doğrudan 53-dən 35 çıxanda 18 edir və cavabım 53. Bu bir həll. Bunlar isə ödəmir. Çünki 62-dən 26-nı çıxan neçə edir? 36. Yəni mənə demişdi ki 18 vahid. Yəni burada daha çox kiçidir. Yəni bunlar heç biri deyil. Ədədimin 53 olduğunu gördüm. Bax, doğrudan rəqəmlər cəmi 8-dir. Yerlərini dəyişəndə alınan ədəd öz ədədimdən 18 vahid kiçidir. Yəni 53-dən 18 çıxanda 35 verir. Bax, bu bir həll. Kimlər ki A ilə B ilə əlləşəndə qorxuya düşür, bu həllə seçmə üsulundan gedə bilərdi. İkinci həllə də sıfır riyazi həlli deyirəm sizə. Sözü də eləməyib, yox. İki rəqəmlər dedim, mən AB desəm, AB, yəni ki, bunun rəqəmləri də üstünə xətt qoydum. Və bunun rəqəmləri cəmi 8, onu bildik, istifadə edərik. Deyir ki, lap yazın burada. A plus B bərabərdir 8 bu rəqəmləri toplayanda. Deyir ki, əgər rəqəmlərin yerini dəyişsək, verilmiş ədəddən 18 vahid kiçik olan bir ədəd alınır. Yəni, ədədim AB-dir. Bunun yerini dəyişsəm BA ədədi alınır. Düzdür, rəqəmlərin yerini dəyişdiyimdə. Və deyir ki, bundan 18, yəni bunlar bir-birinə bərabər deyil. Qoydum bərabər deyil. Bu balaca da 18 var. Onda bunun üstünə 18 gəlsən, buna bərabər olar. Çünki bu balaca da axı. Əla, bax, buna uyğun həll edirsiniz. Burada AB-ni açıram, olur 10A üstə gəl B, mərtəbə qiymətlərinin cəmi şəklində 10-luq mərtəbəsində A var, axı bunları da bilməlisiniz. Burada 10 vur B üstə gəl A, 10-luq mərtəbəsində B olduğu üçün 10 vur B, təklif edir ki, hələ A var, A-nı 1-ə vuranda hələ A eləyir. Üstə 18-də köçürdüm yanına. Buradan, bax, bu bura keçir, çıx A kimi, oldu 9A. Bu bura keçir, çıx 10B kimi, yəni B-dən də 10B-ni çıxanda mənfi 9B. Bərabər də 18 qalır yerində. Bərabər hər iki tərəfini 9-a bölsən, burada A qalır, 9B-ni 9-a bölündə burada B qalır, burada 18 9-a bölündə 2 qalır. Gəlirsən bu A çıx B bərabər 2-ni yazırsan bura. Sən demişlər A plus B 8-dir, A çıx B də 2-dir. Və sistem tənlik yanı, sistem tənliyi də su kimi bilirsən. 6A toplayanda A ilə A toplayanda olur 2A. B ilə mənfi B islah gedir. 8 ilə 2 toplayanda 10. A da burada nəyə bərabərdir? 5-ə. A-nı 5 tapdım. B-ni də buradan tapmağına var ki, A-nın yerinə məsəl üçün 5-i qoysam, buradan B nədir? 5-in üstünə neçə gəlib 8-dir? 3. B-ni də 3 tapdım. Yəni A 5, B 3 ədədim oldu 53 bayaqki kimi. Bu sıfır riyazi həldir. Sənə çətin gəlirsə ki, öyrənməyə çalış. Amma çətin gəlirsə, yenə də vəziyyətdən bayaq dediyim kimi çıxa bilərdin ədəd qoymaqla.
Yəni seçmə üsulundan çox az. Bundan tez olur hətta. Amma sırf riyazi həll üçün onu da göstərəm ki, kiməsə maraqlı gələ bilər. Bu 10 idi, keçdik 11-ə. Deyir ki, mən zamana da baxım. Hə. Əllərimizdə 10 barmaq vardır. 30 əldə neçə barmaq var? Götürüb onu 30-a vurmayın ha. Əllərimizdə 10 barmaq var. Yəni 2 əlimizdə də 10 barmaq var. Onda bir əlimizdə neçə barmaq var? Onu bölürəm 2-yə. Bir əldə 5 barmaq olduğunu tapıram. Asan sualdır. Onda 30 dənə əldə 30 dənə 5 var da. 30 dənə 5 barmaq. Neçə eləyir? 150. 11-ci testin cavabı da oldu. D bəndi. Silirəm, bunu da keçirik 12-yə. Deyir, ata oğluna 50 sual verdi. Cavabsız qalan suallar da cavabsız qalan sualları da bunu yazırlar. Səhv sayan ata oğluna düzgün suala görə 1 manat verir. Səhv cavaba görə isə 50 qəpik alır. Oğlunun qazancı 23 manat olubsa, o neçə suala cavab vermişdir. Problem yoxdur. Bunu da öyrənmişik. İmtahan məsələləri dedik buna. Deməli, səhv cavablar var. Oğlunun verdiyi cavablar arasında. Bir də düz cavablar var da. Yazdım belə. Amma neçəsi düz, neçəsi səhvdir bilmirəm. 50 sual var. Ona 50 sual ünvanlandı. Yəni cavab vermədiyi də səhv sayılırdı onsuz da. Deyir axı, deyir ki, cavabsız qalan sualları da səhv sayan ata. Yəni cavab vermədiyi də səhv sayılır. Cavab verməmişsə səhvdir deməli. Hə. Səhv cavab neçə dənədir? Düz cavab neçə dənədir bilmirəm. Amma ikisi bir yerə toplayanda 50 eləməlidir. Çünki 50 sual verildi. 2 ədədin cəmi 50-dirsə, onda biz birisinə x, birisinə 50 çıx x deyə bilərik. Bunu su kimi bilirdik. Yaş məsələlərində, bütün çox tipli məsələlərdə bunu tətbiq etmişdik. Bunu sistem tənliyi ilə həll etmək olar. Amma bu dəfə bu üsulla geçəcəm. İndi bunu başa düşdünüz. İndi nə deyib bizə? Deyib ki, səhv cavaba görə 50 qəpik alır, düz cavaba görə 1 manat verir. Bax, burada yazdım, bura 1 manat, burada 50 qəpik. 50 qəpik 0,5 manat deməkdir. Yəni bunu manatla yazmışamsa, bunu da manatla yazıram. Yarım manat deməkdir. 50 qəpik 1 manatın yarısıdır da. Yəni 0,5 manat. İndi bu normalda nə qədər pul qazanır tapmaq üçün bu oğlanda oğul. Düz cavabların sayını nə etməliyik? 1-ə vurmalıyıq da. Amma məsələn burada ədəddir. Tutaq ki, mən deyirəm ki, 20 dənə suala düz cavab vermişəm. Atam mənə nə qədər pul verməlidir? Hər suala görə 1 manat vermir. 20-ni 1-ə vuram, deyirəm 20 manatda. Yəni burada sayı da bu göstərir. Vurmalıyam 1-ə. 50 çıx x-i 1-ə vuranda olur 50 çıx x. Bu sevinir. Deyir, mənə bu qədər pul verəcək. Deyir, atası bir dəqiqə yəni səhvlərə görə də mən səndən 50 qəpik istəyirəm. Məsələn üçün 10 dənə səhv edirsə, məsələn burada 10-dur da, onu vuram 50 qəpiyə, 0,5 manat olur 5 manat. Deyirəm, 5 manatını da ala ver. Səhv cavab verimizə. Başa düşdünüz? Yəni nə qədər çıxmalıyam ona verdiyim puldan? Bax x vur, yəni səhvlərin sayı vur 0,5. X 0,5 vuranda olur 0,5 x vəssalam. Düzlərə görə aldığı puldan səhvlərə görə alınacaq pulu çıxanda mənə neyi verməlidir? 23 manatı. Çünki oğul 23 manat qazanır. Vəssalam, tənliyim hazır. Buradan 50 çıxılsın. Bu əmsalı 1 dəsinə 1, bu da 0,5 oldu 1,5x. Çünki bu mənfi 1-dir, bu da mənfi 0,5. İkisi də mənfi olanda toplanırlar və qabağına mənfi qoyulur. Yəni 1 ilə 0,5 toplananda oldu 1,5, mənfini də qoydum qabağına. Bunları da bazı dərslərində öyrənmişik. Təkrarla yadından çıxıbsa. Buradan da mənfi 1,5x ataq soldan sağa, yəni müsbətləşsin deyə bu olur müsbət 1,5x. Müsbət 22 də sağdan sola ataq, çıx 23 kimi, əldən 23 çıxanda olur 27. Bunu x-i, yəni vuruq taxmaq üçün 27-ni 1,5-ə bölməliyəm. Yəni 270-i 15-ə bölməliyəm. Yəni bir dənə vergül burada atdım, bunu 15 elədim, buna bir dənə 0 atdım, 270-i 15-ə böldük. Bunları da öyrənmişik. Onluq kəsrlərin arasındakı əməliyyatı öyrənəndə bazı dərslərində kim öyrənmişsə mütləq izləsin. Onlar öyrənməmiş bu məsələyə gəlib çatmamalıdır. 270-i də 15-ə böləndə deməli 120-ni 15 8 18. X-i tapdı 18. Sual nədir? O neçə suala düzgün cavab vermişdi? Düzgün. Düzgünə D yazmışdım da. O düzgün cavablar bunlar idi. X-in yerinə götürüb 18-i qoyuram. 50-dən 18 çıxan neçə? 32. Deməli 32 suala düz cavab verib 18-nə səhv. X-ə 18 tapmışıq. Mənə düzü soruşur. 32 cavabını götürürəm. 12-ci testin cavabı da oldu C bəndi. Silək bunu da keçək 13-ə. 3 bacı pul qoyub bir kitab aldı. Və onların pulları qalmadı. Kitab almaq üçün böyük bacının 1 manatı, ortancıl bacının 3 manatı, kiçik bacının 4 manatı çatmırdı. Kitab neçəyədir? Bax, bunlar bu 3 dənə qız kitab alıblar. Bu kitab neçəyədir? Bizdən onu soruşurlar. Deyirəm, bilmirəm də. Kitabın qiymətinə deyirəm x manat. Bilmirəm axı, x manat. Sonra deyir ki, bu nə var? Kiçik bacı, o qeyd aparmaq üçün baxıram. Böyük bacı, ortancıl və kiçik bacı. Belə yazacağım da. Böyük bacı, ortancıl bacı və kiçik bacı. Gör nə deyib? Deyir ki, kitab almaq üçün böyük bacının 1 manatı çatmır. Yəni, məsəl üçün, kitab 50 manatdırsa, deməli, bunun 49 manat pulu var da. Yəni, 50-dən 1 manat az pulu var ki, çatmır da. 49 manat pulun var.
1 manatım çatmır da. Yəni bu nə deməkdir? Kitab neçə idisə, mənim pulum ondan 1 manat az. Yəni kitabın pulundan biri çıxsa mənim pulumdur. Başa düşdünüz? Yəni kitabın pulu x manat deyil. Onda x çıxılsın 1-dir böyük bacının pulu. Ortancıl deyib bacının 3 manat çatmır. Yəni kitabın qiyməti x manatdırsa, ortancıl bacının pulu ondan 3 manat azdır. 3 manatı çatmır da. Məsəl üçün 50 manatdır, bunun 47 manat pulu var. Yəni 50-dən 3 çıxar. Bax görürsüz? Ortancılı oxuduq. Kiçik bacının 4 manat çatmır. Eyni məntiqlə. Kitab x manatdırsa, x-dan 4 çıxanda neçə edirsə, demək kiçik bacının o qədər pulu var. Vəssalam. Bunlar da pullarını birləşdirib nə ediblər? Kitabı alıblar. Deməli bunları toplayanda mənə kitabın qiymətini verməlidir. Yəni x çıx 1, üstə gəl x çıx 3, üstə gəl x çıx 4, üçün də pulunu toplayanda mənə x-i verməlidir. Və İslam tənliyim hazır. X topladım oldu 3x. Nə yazılıb? Bunu da bu uzatım çıx x kimi, çıx x gəldi sağdan sola. Bu ədədləri də uzatacağım. Birinci. Mənfi 3 soldan sağa keçsək müsbət 3, mənfi 4 soldan sağa keçsək müsbət 4. Müsbət 1 soldan sağa keçsək çıx 1. Nə oldu? 3x-dən x çıxanda 2x bərabərdir. 3 dəqiqə 4, 7 çıx 1, 6. X də bərabərdir. Səhv eləməmişəm, bir dəqiqə. X, bax burada plus 1 yazmışam axı, bax görürsünüz. Bax. Plus 1 nəsə yazmışam, çıx 1-də axı bu. Bax, çıx 1. Deməli bu çıx, bax, nə demişdim, tezdən deyirəm. X çıx 1, x çıx 3, x çıx 4 toplayanda bizə kitabın pulunu verməlidir. X-i tənliyi başa düşmüşsünüz. Burada sadəcə plus çıxmanın yanına plus yazmışdım. Ona görə səhv gedirdi. 3 ilə x toplamışam. Bu bərabərin sağındakı müsbət x də bura sola keçib çıx x kimi. Bu mənfi 1 bu üzə müsbət 1 kimi keçir. Mənfi 3 müsbət 3 kimi, mənfi 4 müsbət 4 kimi. Burada 2x bərabər nə olur? 3 ilə 4, 7 ilə 1, 8 olur. X də bərabər 8 2-yə bölündə 4. Kitabın qiymətində x demişdim, x-də 4 tapdım. Deməli, kitab neçə idi? 4 manata. 13-cü testin cavabı da oldu. B bəndi. Silirəm bunu da. Keçirik 14-ə. Əgər şagird 11 dəftər alsaydı, onun 500 manat pulu qalardı. Əgər şagird 15 dəftər alsaydı, onun 700 manat pulu çatışmazdı. Şagirdin nə qədər pulu var idi? Burada daha çox dəftərdən danışılır. Biz bunu parta şagird məsələləri öyrənmişdik. O mövzudandır. Bax, dəftərdən çox danışılır deyə, bu bir dəftərin qiyməti neçə idi bilmirəm də. Bir dəftərin qiymətinə deyirəm x manat. Və deyir ki, şagird 11 dəftər alsaydı, onda bunun nə qədər pulu var? Yəni, dəftər x manatdırsa, demək bu 11 dəftər ola bilir də, bunun ən azı 11 vur x qədər pulu var. Ədədlə deyirəm də, məsəl üçün dəftər 10 manatdırsa, məsəl üçün deyirəm də. 11 dəftər ala bilirsə bu, demək 11 vur, 110 manat pulu nəqd var da, yəni əlavəsi də var. Hələ ki, ən azı bu qədər pulu var da, düzdür? Çünki x manatsa 11-i vuram x-a, demək bu qədər pulu var ki, dəftər ala bilir. Və onun 500 manat pulu da qalır. Demək bu qədər pulu var, dəftər ala bilir. Hələn plus 500 manat da pulu var. Deməli, bu şagirdin pulu məbləği var bu qədərdir. 11x plus 500. Keçirəm burada, şagird 15 dəftər alsa, 15 dəftər neçə idi ki, 15 vur x manata. Deyirəm, onda onun bu qədər pulu var, deyirəm, görsün bir oxu da. 15 dəftər alsaydı, onun 700 manat pulu çatışmazdı. Deməli, bu məbləğdən 700 azdır onun pulu. Yəni, 15 dənə dəftərə çatmır. 15 dəftərin qiymətindən 700 azdır. Deməli, onun puluna qədər də 15x çıxsın 700-dür. Bu da şagirdin puludur, bu da şagirdin puludur. İkisi də eyni şeyi ifadə etdiyi üçün, eyni şeylər də bir-birinə bərabər olmalı. Tənliyim hazır. 11x bura çıx, 11x kimi keçir. 15x-dən 11x çıxanda burada 4x qalır. Mənfi 700 sağdan sonra üstə gəlir 700 kimi keçir. 5-dən 700 toplanan olur 1200. 4x 1200-ə bərabərsə x nəyə bərabərdir? 1204-ə bölə 300-ə. Deməli, dəftərin qiymətinə x demişik, dəftər 300 manat. 300 manat dəftər ola, indi məsələdir də. Dəftərin qiyməti oldu 300 manat. Dəftərin qiymətinə x demişik, tapdı 300 manat. Amma sual deyib 300 cavabı varsa götürməyin. Yaxşı ki, yoxdur, götürməyin. Sual budur ki, şagirdin nə qədər pulu var idi? Sən nə? Dəftərin qiymətini soruşmur. Şagirdin pulunu soruşur. Şagirdin pulu da bu deyildi. Demişdim, soldakı da şagirdin puludur, sağdakı da şagirdin puludur. Ona görə də bərabərləşdirmişdik. Götür burada qoy yerinə. Yəni 11 vursun, x-in yerinə götür 300 qoy. 300. Üstə gəl 500. Vəssalam. 3300 üstündə 500 gələndə 3814-cü testin cavabı da oldu. D bəndi. Silirəm bunu da. Keçirik 15-ə. Yəni aşağıdadır. 15. 15. Deyir ki, məktəbdə təmir olunarkən 150 partanı rəngləmək lazım oldu. Bu işi ustalardan biri 15 günə, digərisi 30 günə yerinə yetirə bilər. Ustalar ikisi birlikdə bu işi neçə günə yerinə yetirər. Çox asan məsələdir bu, çox beyin yormayacaq burada. 150 parta rəngləmək lazımdır. Ustalardan biri tek işlərində bunu 15 günə bitirir. Onda bir günə nə qədər parta rəngləyir bu usta? 150 partanı 15 günə rəngləyirsə, 150-ni 15-ə bölürəm, cavab olur 10.
Yəni birinci usta bir günə 10 parta rəngləyə bilir ki, 15 günə 150 partanı rəngləyir. Digəri də 30 günə yerinə yetirə bilir. Yəni rəngləyə bilir 150 partanı. Onun üçün eyni məntiqdə sən ki 150 partanı 30 günə rəngləyə bilirsə, 150 bölüm 30, deməli bir günə 5 parta rəngləyir. İndi bunlar ikisi birlikdə işləyəndə, bu deyir ki, mən bir günə 10 parta rəngləyirəm, o birisi deyir mən 5 parta rəngləyirəm. Onda ikisi birlikdə işləyəndə bir günə 15 parta rəngləyəcəksiniz. 10 plus 5 də, laf yazın bura. 10 plus 5 bərabərdir 15. Yəni ikisi birlikdə bir günə 15 parta rəngləyə bilirlər. Onda 150 partanı bunlar neçə günə bitirər? Hər gün 15 parta rəngləyirlərsə 150-ni bölürəm 15 edirəm. Hə, siz 10 günə işi bitirərsiniz. Cavab D bəndi. 15 ilə də işimiz bitdi. Bu asan məsələ idi. Burada beyin yormağa ehtiyac yoxdur. Məncə bunu çoxunuz eləmişsiniz. 16. Hər 4 saatda 3 dəqiqə geri qalan saat 20 gün sonra düzgün saat 14:20 göstərəndə bu saat neçəni göstərir? Çox asan. Baxın, 20 gün sonra demir mənə 20 gün. Bir gün 24 saatdır da. 20 gün neçə saatdır onda? 20-ni vuram 24-ə. Neçə olur? 480 saat. Yəni 20 gün sonra deyəndə 480 gün sonra 480 saat sonradan danışır və mən bilirəm ki, bu saat hər 4 saatda 3 dəqiqə geri qalır. Onda 480-in içində neçə dənə 4 saat var? Birinci onu tapmalıyım. Yəni 480-i bölürəm 4-ə, tapıram ki, 480 saatın içində 120 dənə 4 saat var. Hər 4 saatda 3 dəqiqə geri qalsa, deməli bu 120 dəfə 3 dəqiqə geri qalacaq. Çünki hər 4 saatdan bir qalır axı. 480-in içində də 120 dənə 4 saat var. Deməli 120 dəfə 4 saat olursa 120 dəfə 3 dəqiqə bu geri qalıb. Deməli 120-ni vururam 3-ə, cavab olur 360 dəqiqə. Deməli bu saat 360 dəqiqə geri qalır. 360 dəqiqəni saatı çevirsəm 1 saat 60 dəqiqədir. 360-ı 60-a bölürəm, cavab olur 6 saat. 360 dəqiqə 6 saat deməkdir, bunu hamınız bilirsiniz də. Deməli bu saat 6 saat geri qalmalıdır. Yəni ki, düzgün saat 14:20-ni göstərir. Onda səhv saat nəyi göstərəcək? 6 saat geri qaldı. 14:20-dən 6 son 14 saat neçə verir? 8:20. Deməli səhv saat 8:20-ni göstərəcək. 16-cı testin cavabı da oldu D bəndi. Silirəm bunu da keçirik 17-yə. Hə, bunları həlləmişik təkrarlanan sıra. 5000 rəqəmli bir ədəd verib. Bu ədədin 2575-ci rəqəmi neçədir? Burada biz nə edirdik? Baxırdıq hansı isə təkrarlanır. Bax 5, 6, 7, 8, 9. 5, 6, 7, 8, 9. Sonra tezdən 5, 6, 7, 8, 9. Bax 5, 6, 7, 8, 9. Deməli bu ədəd belə təkrarlanır. 5, 6, 7, 8, 9, 5, 6, 7, 8, 9. Yəni neçə dənə rəqəmdir? 1, 2, 3, 4, 5. Və burada öyrənmişdik ki, hansı rəqəmi soruşursa, həmin ədədi, neçənci ədəd ki soruşur, burada 2575 soruşur. Həmin ədədi götürürsən, bölürsən, burada neçə rəqəm təkrarlanır? 5 ilə, 5-ə. 6 rəqəm təkrarlansaydı 6-ya böləcəkdim. 7 rəqəm təkrarlansaydı 7-yə böləcəkdim. Burada 5 rəqəm daha təkrarlanır. 1, 2, 3, 4, 5. Bölürəm 5-ə. Və deyirdik ki, böləndə qalıqda nə qalsın? Məsələn, qalıqda 1 qalsın, gəldim dedim ki, deməli budur sualımın cavabı. Yəni 2575-ci rəqəm budur. Məsələn, qalıqda 1 qalsaydı. 2 qalsaydı bu, 3 qalsaydı bu, 4 qalsaydı bu. Tam bölüləndə ən sonuncunu götürdüm. İndi burada ən sonuncu neçədir? 9 deyil. Bizim sualımızın cavabı 9-dur. Hardan böldün? Heç bölmədin axı. Bölməyə ehtiyac yoxdur. 5-ə bölmə əlamətindən bilirəm ki, bunun sonu 5 ilə qurtarsa, bu 5-i tam bölüncə neçə alınır özü bilir. Yəni qalıq qalmayacaq. Qalıq qalmayan da gedib burada sonuncu rəqəmi 9-u götürürüm. Qalıq 1 olsa birincini, 2 olsa ikincini, 3 olsa üçüncü, 4 olsa dördüncü. Qalıq qalmırsa sonuncunu götürürsən. Başa düşürsən, məsələn 6-ya da böləndə qalıq 1 qalsa birinci, 2 qalsa ikinci, 3 qalsa üçüncü, 4 qalsa dördüncü, 5 qalsa beşinci, qalıq 6 qalmayacaq. Tam böləndə gedib sonuncunu, yəni 6-cını götürürsən. Vəssalam. 17-ci testin cavabı da oldu. Y bəndi. Bunları da əslində öyrənmişik. Qısa olaraq yenə də qaydaları yada salıram. 18. Deyir, səhrada dəvələr gedirdi. Biri qabaqda, ikisi isə dalda, ikisi qabaqda, biri dalda, biri qalan ikisinin arasında, üçü bir sırada idi, səhrada neçə dəvə gedirdi. Məncə bunu çox güzel eləmişsiniz, cavab 3-dür. Bu güya məntiq məsələsidir, burada həll lazımdır. Bax, deyir, biri qabaqda, ikisi dalda, neçədə nə oldu? 3. Sonra deyir, ikisi qabaqda, biri dalda. Hələ bil ki, 3 dənə dəvədir, biri qabaqda, 2 dalda. Sonra deyir, yox, ikisi qabaqda, biri dalda. Eyni şeydir də. Sonra deyir ki, biri qalan ikisinin arasında, bu bir dənə qalan ikisinin. 3 dənədən danışır da hələ. Yəni 3 dənədir. 18-ci testin cavabı olur. C bəndi. Bu məntiqi sualdır. Burada qeyri-adi bir həll gözləməyin. Sadəcə rahat məsələyə baxın. Mikrofona baxdım. Hə, keçdik 19-a. 175-dən, bu da asan sualdır. 175-dən sonra gələn 56 dənə arzu təkərlərin sonuncusu neçə olar? Təkərlər 2-2 artmır. Bax, bu 175-dir. Bunun üstündə 2 gəlsəm, növbəti təkrar gəlir. 177. Çünki 176 cütdür, sonra 177 olur da. 179, 181, 2 gəlməliyəm də. Onda 175-in üstə neçədən 2 gəlməliyəm? 56 dənə 2 gəlməliyəm də. Çünki 56 dənə arzu təkərlərin sonuncunu soruşur mənim. Vəssalam. Yəni 56-dan 2 nə deməkdir? 56 vur 2-də. Sualımın cavabı hazır. 56 vur 2 112, 175 ilə də 112 toplayın. Lap üstündə yazın. Cavab olur 287.
287 harda var C bəndində. 19-cu testin cavabı da oldu C. Keçdik 20-yə. Hə, bu da asan məsələ tiplərindən idi, sual tiplərindən, heç məsələ demirəm buna. Deyir ki, bunu buna böləndə bölməməndə qismət hansıdır? Qısa yol, asan yol, beynimizin dinc olacaq yol nə idi demişdim? Demişdim ki, Allah yazım bura. A, B, C, A, B, C, hə? Böl A, B, C. Əgər hərflər səni qorxusursa, yerinə rəqəm yaz. Məsələn, A-ya 1 deyə bilərsən, 1 dedim. Amma harada 1 görəmsən, hamısına 1 deyirəm. Məsələn, B-yə dedim 2, onda buradakı B də 2-dir, buradakı B də 2-dir. C-yə 3 dedim, buradakı C 3-dür, onda bu C 3-dür. Hamısı C-lər 3 deyirəm. Sonra götür elə sən 123.123-ü bölgünə 123-ə. Dostum, çoxlu bölməyi ki bilirsənsə. Böləndə 123-ün içində 123 bir dənə, 1 vur 123, 123. Sonra rəqəmi salırdım 1. Rəqəmi salandan sonra bölünmürsə mən bura mütləq 0 yazırdım. Sonra birisini də sardım. Yenə də salandan sonra 12 123-ə bölünmürsə bir dənə də 0 yazırdım. Sonra bunu sardım. 123 artıq 123-ə bölünür, 0 yazmayacağım hələ. Cavabı yazacağım. 123 123-ə bölündə cavab 1 edir. 1 vur 123, 123. Qaldı heç nə qalmadı. Məndən qismət soruşur. Deyir qismət hansıdır? Qismət 1001-dir. Yəni 20-ci testin cavabı da oldu C bəndi. Və ya sırf hərflərlə həlli də göstərim. Bu sizin üçün daha rahat idi məncə, çoxsu üçün. Hərflərlə də eyni həllə gəlib çıxacaq cavaba. Hələ hərflərlə yazıram. Və bu ABC hər nədir? Üçü bir yerdə ABC ABC bölündə eyni şeydir. Bir dənə, bir vur ABC, hələ ABC-ni verir mənə. Çıxdım heç nə qalmadı. O anı salıram A ABC bölümü çünki bir rəqəmli ədəddir. Bu 3 rəqəmlidir. 0 yazıram. B-ni saldım. 2 rəqəmli ədəd, 3 rəqəmli ədəd bölünmür deyə bölünmür. 0 yazdım. C-ni saldım. ABC ABC bölünür. Cavab elə 1 edir. Çünki eyni şeydirlər də ikisi də. ABC, yəni 1001 cavabına gəlib çıxdım. Sadəcə hərfləri görəndə çoxsu qorxur deyə rəqəmlə üsulu da göstərdik. Keçdik 21-ə. Deyir, bir neçə qələm 5 şagird arasında paylaşdırılsaydı, 2 qələm artıq qalardı. Qələmlər 4 şagird arasında paylaşdırılsa, artıq qələm qalmaz. Ən az neçə qələm var? Variantlarla çox rahat seçəcəksiniz. Cümlələri rahat oxuyun məsələni. Bir neçə qələm 5 şagird arasında paylaşanda 2 qələm artıq qalır. Qələmlər 4 şagird arasında paylaşırsa artıq qələm qalmazdı. Demək, bu qələmlərin sayı 4-ə tam bölünür. Çünki 4 şagird arasında paylaşdıranda artıq qələm qalmır. Məsələn, 3 mənə, 3 buna, 3 ona, 3 ona düşüb, məsələ üçün deyirəm. Yəni 4-ə tam bölünür də. Bu qələmlərin ümumi sayı neçədirsə. Onda baxıram, 4-ə bölünür. 24 4-ə bölünür, bəli, bu ola bilər. 27 4-ə bölünmür, 7 34-ə bölünmür, 12 4-ə bölünür, 34 4-ə bölünmür. Qaldım A ilə D-nin arasında. Gələn buna baxıram. Deyir ki, 5 şagird arasında başladı, 2 qələm artıq qaldı. Deməli, 5-ə böləndə 2 qalıq qalmalıdır. 24-ü 5-ə böləndə qalıq 4 qalır. Bu deyil, amma 12-ni 5-ə böləndə qalıq 2 qalır. Salam, cavab deyil mən. Doğrudan da 12 qələmi 5 şagird arasında bölsəm, hərəsində 2-2 verəcəm. 10. Birisi artıq qaldı. Yəni 2 dənəsi artıq qaldı. Doğrudan da bax 5 şagird arasında 2-si artıq qalır. 12 qələmi 4 şagird arasında bölsəm, artıq da qalmır. Hərəsindən 300 verəcəm. Yəni şərtimi ödəyir. 21-ci test oldu. D bəndi. Keçdik 22-yə. 22-də nə deyir? Deyir ki, balıqçı çaya qədər piyada getdi. Əks istiqamətdə isə velosipedlə qayıtdı. Və bütün yola 40 dəqiqə vaxt sərf etdi. Məsələn, uzun olmağına baxmayın, məsələ çox asandır. Ertəsi gün o hər iki istiqamətdə velosipedlə getdi və bütün yola 30 dəqiqə vaxt sərf etdi. O hər iki istiqamətdə piyada getsəydi, bütün yola neçə dəqiqə vaxt sərf edərdi? Çətin görsəm məsələn, bax qeyd apar. Bax, çaya qədər piyada gedib. Bax, piyada gedib eyni yolu. Sonra velosipedlə qayıdıb. Yəni piyada neçə dəqiqə gedib, velosipedlə neçə dəqiqə qayıdıb bilmirəm. Amma ikisi bir yerdə nədir? 40 dəqiqə vaxt sərf edib. Deyirəm, əla. Sistem təhlil yoludur, amma sistem təhlil zad olmuyor. Sadəcə qeyd aparım. Qorxma, çox asan oldu. Deyir, ertəsi gün o hər iki istiqamətdə velosipedlə getdi. Yəni velosipedlə gedib, velosipedlə də qayıdıb eyni yolu və 30 dəqiqə vaxt sərf edib. Bax, hələ sənə bu 5-dir. Deyirsən 1 dəqiqə, 1 dəqiqə, 1 dəqiqə. Velosipedlə gedib, velosipedlə qayıdıb 30 eləməyib. Deməli, velosipedlə 15 dəqiqə gedib. Yəni velosipedlə V 2V edir, 2V bərabər də 30. V-nin tabansı 30 2 15. Yəni bu velosipedlə 15 dəqiqə gedib, 15 dəqiqə qayıdıb. Düşün, haradan bizə bərabər zaman itirib? Düşün, velosipedlə gedib də eyni məsafəni gedib, eyni məsafəni qayıdıb. Deməli, eyni şeylə gedibsə 15 dəqiqə vaxt sərf. 15 dəqiqə gedib, 15 dəqiqə qayıdıb. Bunu tapdın. Gəl burada V-nin yerinə 15 qoysan, burada P-ni tapırsan. Ha, bu piyada gedib velosipedlə qayıdmamışdı. Velosipedlə 15 dəqiqə qayıdır axı. Deməli 40-dan çıxıram 15. Yəni piyada getdi nə qədər bilmirəm, üstünə 15 yəni 40 edib. 40-dan 15 çıxanda olur 25. Deməli bu piyada 25 dəqiqə gedir, velosipedlə 15 dəqiqə qayıdır. Fərqi yoxdur. Ya velosipedlə 15 dəqiqə gedir, piyada 25 dəqiqə qayıdır. Çünki gedib qayıdma yolunuz eynidir. Bunları bildim. Səni sual verir ki, o hər iki istiqamətdə piyada getsəydi. Piyada 25 dəqiqə gedir axı. Yəni 25 dəqiqə gedəcəkdi piyada. Sonra qayıdanda yəni piyada eyni yol qayıdır, 25 dəqiqə qayıtsaydı.
Tuyon neçə dəqiqə vaxt sərf edərdi? 25 dəqiqə gedib 25 dəqiqə qayıdırsa 50 dəqiqə vaxt sərf edərdi. 22-ci testin cavabı da oldu. A bəndi. Zamana baxdım. Keçdik 23-ə. 23. Hə. Deyir, hündür qayanın qarşısında əks səda məsələsi. Bunu da öyrənmişik. Elə mövzunun adı əks səda gedir. Söhbət məsələnin içində gedirdi. Hündür qayanın qarşısında dayanaraq qışqıran uşaq 3 saniyə sonra öz səsinin əks sədasını eşitdi. Bunu öyrənmişdik də. Əgər mən qışqırıb 3 saniyədən sonra səsimi eşidirəmsə, deməli mənim səsim gedib, deyib dağa, sonra qayıdıb. Yəni gedib gəlməyə 3 saniyədir. Onda bunu təkcə getməyə neçə saniyədir? 2-yə böldük həmişə. 3-ü böləm 2-yə cavab olur 1,5 saniyə. Yəni mənim səsim burada ora 1,5 saniyə gedib, sonra 1,5 saniyə qayıdıb da. Mən əsas getmək lazım. Çünki məsafə axtaracağam. Getmək. Və burada o 21,5 saniyə gedib və səsin də sürəti 340 metr bölü saniyədir. Yəni T-ni verib mənə 1,5 saniyə, V-ni də verib. Yol tapmaq üçün S tapmaq üçün V-ni T-yə vurmalıyıq. Yəni 340-ı 1,5-ə vurmalıyıq. 340-ı da 1,5-ə vuranda 340 o da 170, 510 metr. Bizdən onu soruşub da desəm. Deyir ki, uşaq ilə qaya arasındakı məsafə tapın 510 metr. 340 metr bir gedib, 170 metr bir gedib, yəni 1 saniyə, bir də yarımda. 1 saniyə 340 yeraq, yarım saniyədə 170 gedib. 340-dan 170 toxunub 510 metr ümumilikdə sesim ora kimi gedibsə, deməli 510 metrlik məsafədir. 23-cü testin cavabı da oldu C bəndi. Silək bunu keçək 24-də. Bu da asan həndəsə məsələsidir. Həndəsə məsələlərində öyrənmişik kvadratın sahəsini, perimetrini. Balık sahəsi 400 kvadrat olan kvadratın perimetri. Bir dəqiqə. Əgər bir kvadratın sahəsi 400-dür, onda 11 tərəfi nəyə bərabərdir? 20-yə. Çünki neçən kvadrat 400 edir? 20-nin. Bunu bilirik artıq. Yəni kvadratın sahəsi S bərabərdir A kvadratına tapılır. Yəni bir tərəfin kvadratı bizə sahəni verirdi. Deməli bunun bir tərəfi 20-dir. Deyir həmin kvadratın perimetri. Onda həmin kvadratın perimetri nəsə olacaq? 4 dənə 20 də, 4 dənə tərəfin 4-də bir bərabərdir. Axı 4 vur 20. Yəni 80. Bunun perimetrini tapdım. Sonra keçdim digərinə. Deyir ki, sahəsi 25 kvadrat olan kvadratın perimetrindən. Deməli bir dənə də kvadrat var. Onun sahəsi 25. Onda onun bir tərəfi nəyə bərabərdir? 5-ə. Çünki neçənin kvadratı 25 edir? 5-in. Deməli həmin kvadratın bir tərəfi 5 metrdir. Onda perimetri nə olacaq? 4 dənə 5 metrdir də. 1, 2, 3, 4. 4 dənə 5 metrdir. Yəni 4 vur 5 edir 20. Sual budur ki, deyir ki, bu kvadratın perimetri, yəni 80, digər kvadratın perimetri, yəni 20-dən neçə dəfə böyüdür? 80 20-dən neçə dəfə böyüdür? 80 20-yə bölücük. 80 20-yə bölündüyü cavab neçə eləyir? 4. 4 dəfə böyükdür. 24-cü testin cavabı da oldu D bəndi. Silək bunu da keçək 25-ə. Düzbucalı şəklində kartonun ölçüləri 16 desimetr, 12 desimetrdir. Kartonun %97 hissəsi rənglənmişdir. Neçə kvadrat santimetrlik hissə rənglənməmişdir. Bax, birinci suala baxan kvadrat santimetrlə soruşur. Bunlar isə desimetrdir. Birinci bunlar santimetrə çevirim. 16 desimetr, 1 desimetr 10 santimetrdir. 16 desimetr onda olur 160 santimetr. Yəni 10-a vurdum. 12 desimetrdə 1 desimetr 10-sa 12 desimetr 12 vur 10. Yəni 120 santimetr deməkdir. Bunları indi santimetrə çevirdim. Və deyir ki, kartonun %97 hissəsi rənglənməmişdir. Rənglənmişdir daha doğrusu. Birinci mən bu kartonun sahəsini tapmalıyam. Bu düzbucalı şəklindədir. Eni var, uzunluğu var. Eni uzunluğa vursam sahəni tapıram da. S bərabərdir 160 vurulsun 120. Daha santimetrlər yazmadım. 16 vur 12 edir 192. 2 dənə 0 da yanına yazıram. Oldu 19200 nə? Santimetrə vurmuşam da kvadrat santimetr. Yəni bu kartonun sahəsi bu qədərdir. Onun %97 hissəsi rənglənib. Məndən isə neçə hissəsi rənglənməmişdir soruşur. Diqqət tutun, rənglənməmişdir. %97 rənglənibsə, 100-dən 97-si rənglənibsə nəyə qalıb? 100-dən nəyə qalıb? 3-ü qalıb da. Deməli, mən %3-ünü axtaram. %97-si rənglənib, %3-ü rənglənməyib. Yəni 100-dən 97-si rənglənibsə, 3-ü qalıb da 100-dən. Yəni %3-ü rənglənməyib da, uzatmıram. Deməli, ümumi sahənin %3-ü rənglənməyib. Ümumi sahədə bu deyil, 19200. Yəni 19200. Bunun %3-ünü tapmalıyam. Yəni 100-ə bölü 3-ə vurmalıyam. Yəni məxrəcə bölüb sürətdə vururduq. Budur 3-də. 192 rənglənib, biz %3-ünü axtarırıq da, rənglənməyən hissəni. 100-ə bölüb 3-ə vururuq. 100-ə böləndə sıfırlar gedir, 2 dənə oradan, 2 dənə buradan. 192, 192 3-ə vuranda 576. 576 harada var? B bəndində. 25-ci testin cavabı da oldu. B bəndi. Keçək 26-ya. Qurudularkən çay öz kütləsinin 20-də 17-sini itirir. Nə qədər təzə çay götürmək lazımdır ki, 48 kiloqram qurudulmuş çay alınsın. Bax, çay nə qədər olur olsun, onun 20-də 17-si itir. Nə qalır? 20-də 3 hissəsi qalır. Bunun adı bir üstə artıq.
Yəni 20-dən 17-si gəlibsə nəyə qalıb? 3-ü qalıb da. Yəni 20-də 17-si itir, 20-də 3-ü qalır. İndi bu təzə sayı nə qədərdir bilmirəm. Buna x deyirəm. Mənim də onu soruşur da. Nə qədər təzə sayı lazımdır bilmirəm. Amma bunun 20-də 7-si itəcək, 20-də 3 hissəsi qalacaq. Düzdür? Yəni bunun 20-də 3 hissəsini tapsam o qalır. Yəni təzə sayı vursam 20-də 3-ə quru çayın cavabını alıram. Çünki təzə sayı götürəndə onun 20-də 17-si itir, 20-də 3-ü qalır. Yəni təzə sayı nədirsə onu 20-də 3-ə vuranda o nəyi bilmirəm, x demişəm. X-i 20-də 3-ə vuranda mənə quru çayı verməlidir. Quru çay deyib də 48-dir. 48-ə qurulmuş çay alsın. Deməli bərabər olmalı 48 və son. Burada x tapmaq üçün 48-i bölməliyəm 20-də 3-ə, yəni 48-i vurmalıyam tərsinə 3-də 20-yə. İxtisar gedirlər 48-dən 3 16, 16-nı 20-yə vuranda cavab olur 320. Sualımın cavabı hazır. 26-cı testin cavabı da oldu. A bəndi. Keçək 27-yə, çox asan saat məsələsidir. Bunu məncə hamınız bilirsiniz. İndi saat axşam deyib 5-dir. Axşam 5 nə deməkdir? Bunu bilirsiniz 17:00-dır. 17:00. Yəni 12:00 kimi gəlir də səhərdən, gecə 00 sayıda, sonra gecə 1:00, 2:00, səhər saat 8-də durursan 9, səhər 10, səhər 11, səhər 12, 12-dən sonra belə demək 13, 14, 15, 16, 17. Yəni 12 üstə 5 gələndə axşamüstü 5 yəni 17:00. Bunlar bilirsiniz də, ümid edirəm hamınız. Deyir ki, indi saat axşam 5-dir, yəni 17:00-dur. Günün keçən hissəsi. Gün 00-da başlayır da. 17:00 olsa demək keçən hissə nədir? 17 saatdır da. Onda qalan hissə nə qədərdir? Gün 24 saatdır, 24-dən 17 çıxıram, 7 saatda qalan hissədir. Sual budur ki, günün keçən hissəsi, qalan hissəsi neçə saat çoxdur? Keçən hissə 17 saatdır, qalan hissə 7 saat. Nə qədər çoxdur bu bundan? 17-dən 7-ni çıxıram. Görürəm keçən hissə qalan hissədən 10 saat çoxdur. Cavab D bəndi. 27 ilə də işimiz bitdi. Keçdik 28-ə. Asanlarda biraz sürətli gəlirəm, çünki əlavə deməyə söz yoxdur da. Amma biraz çətin görəndə ətraflı, daha çox aramla danışıram. Aydın 7 albom almaq istədi. Amma 3 manatı çatmadı. 6 albom aldı və 2 manat artıq pulu qaldı. Onun neçə manat pulu var idi? Bir də görürsən ki, belə albom danışır. Bütün bu albom neçə idi ki? Deyirəm, bilmirəm, vermir məsələ şəhər. Deyirəm, qoy olsun albom x manat. X manat. Bax, bura manat da yazın ki, biləsiniz ki, bu x nədir? Manat. Sonra tezini oxuram. Aydın 7 albom almaq istədi. 7 albom neçə idi? Bir albom x manat, 7 albom 7 vur x manatda, yəni 7x manat. Amma deyir 3 manat çatmadı. Deməli onun bu qədər pulu yoxdur. Nə qədər pulu? 7 albom pulu 7x-dir. Onun pulu bundan 3 manat azdır. Çünki 3 manat pulu çatmadı. Onun pulu nədir? 7x çıxsın 3-dür. Keçelim ikinci cümləyə. Deyir ki, 6 albom aldı. Bir albom x manat daxil. Onda 6 albom 6 vur x-dir. Düzdür? Bu qədər alıb və 2 manat artıq pulu da qaldı. Deməli bu qədər xərcləyib, hələm plus 2 manat da pulu var. Deməli onun pulu bu qədər ümumilikdə. 6 albomu çatır, hələm plus 2 manat da var. Bu da onun puludur, bu da onun puludur. İkisi də eyni şeydirsə, eyni şeylər bir-birinə bərabərdir. Yəni tənliyim alındı. 6x vur atıram çıxır 6x kimi. 7x 6x qaldı. X qalır. Mənfi 3 vura plus 3 kimi atıram. 2 ilə 3 toplayanda 5 olur. X tapdım 5. Yəni albomun qiymətini x demişdim. Albom 5 manatmış. Amma məndən albomun soruşu vaxtı onun neçə manat pulu var idi? Onun pulu nə idi? Bərabərin solundakı və sağındakı onun pulu idi. İstəyən solda qoyun, istəyən sağda. Mən sağda qoyacağam. 6 vurulsun. X-in 5 tapmışam. 5 üstə gəl ki. Deməli onun 32 manat pulu var imiş. Bax doğrudan da. Albom 5 manatda, onun 32 manat pulu var. 32-ni 5-ə böləndə 6 dənə albom ala bilir. 2 manatda qalır. 7 dənə albom almaq istəsə, albom 5 manat daxı. 35 manat eləyir. Onun 32 manat pulu var. Görürsən 3 manatı satmır. 35 olur. Yəni şərtinizi tam ödəyir. Bu cür həmişə yoxlayın. 28-ci testin cavabı da oldu C. Silirəm bunu da. Keçirik 29-a. Deyir, 2 rəqəmli bir ədədin rəqəmlərin yerini dəyişdirib yeni ədəddən əvvəlki ədəd çıxsa, fərqin təkliklər mərtəbəsindəki rəqəm 6 olar. Yəni vəziyyət başa düşmək üçün həmişə yazın, çətin bir şey olmayacaq. Yazsınız, çətin deyil. Yazmırsınız, qəliz yazırsınız. Bax, hər hansı 2 rəqəmli ədəddir. Məsəl üçün AB 2 rəqəmli ədədir. Deyir ki, bax bunların yerini dəyişdirib yeni ədəddən əvvəlki ədədi çıxsaq. Görəm lap yaxşı. AB-dən çıxıram, bunların yerini dəyişdirəm də. Yox, yeni ədəddən çıxırıq, hə? Hələ deyib də bizə. Bax, qoy belə edim. Ədədim AB-dir. Bax, əsas ədədim budur. Rəqəmləri yerini dəyişsəm olur BA. BA. Əsas ədədim budur ya. Bax, bu birinci yazdığım əsas ədəddir. Yerlərini dəyişdim oldu BA. Mənə deyir ki, rəqəmləri yerini dəyişdirib yeni ədəddən, yəni BA-dan, bax, yeni ədədim budur axı, BA-dan çıxsam ikinci ədədi, yəni AB-ni əvvəlki ədədi. Yeni ədəddən əvvəlki ədədi çıxsaq, fərqin deyir təkliklər mərtəbəsi rəqəm 6 olar. Yəni bunlar çıxanda A-dan B-yə çıxıblar, nə ediblər 6-dır. Burada fərq budur, yəni çıxmanın cavabına fərq deyirlər. Cavab buraya yazılır, çıxma əməlinin cavabı buraya yazılır, fərq buraya yazılır. Və deyir onun təkliklər mərtəbəsi budur, onluqlar mərtəbəsi budur. Deyir təkliklər mərtəbəsi rəqəm 6 olar. Deyir onun onluqlar mərtəbəsi rəqəm neçə olar? Bax. Sən də düşünürsən ki, 1 dəqiqə
Mənim ədədim AB idi. Düzdür? Bunların yerini dəyişdilər. Nə oldu? BA. Və BA-dan AB-ni çıxmaq olur. Deməli, sən buradan məntiqlə başa düşməlisən ki, bax, bu B var ha. Bu B A-dan böyükdür. Çünki nereden bildin Rasim? Çünki bu B A-dan böyük olmasa, məsəl üçün deyirəm də bu 1, bu 0 olsa və ya belə bu 2, bu 1 olsa, yəni B balaca olsa da, bunun yerini dəyişəndə 12 edir axı, 21 olur 12. 12-dən 21 çıxmaq olur? Yox. Deməli, məsələn, bu 1, bu 2-dir ki, məsəl üçün deyirəm ha bunu. Deməli, B A-dan böyükdür ki, 21-dən, məsələn, bunun yerini dəyişəndə 21 oldu, 21-dən 12 çıxmaq olur. Yəni, B A-dan böyükdür, sən bunu bildin. Deyirsən, yaxşı, B A-dan böyükdürsə, onda bunlar A-dan B-ni necə çıxıblar? Düşün, necə çıxıblar? Məsəl üçün, 3 yuxarıda, 5 aşağıda necə çıxırdılar? 3-dən 5 çıxmaq mümkün olmayanda bu bir tərəfdən 10-luq götürürdün, bunu 10-u çevirdin, çıxırdın 5-ə, elə döyürdün, hə. Deməli, bu A rəqəmi hər nədirsə, bunun üstünə 10 gəliblər, buradan bir dənə 10-luq veriblər. Sonra 10 plus A-da, məsələn, 8, məsələn, 7-dir, bunu 17 edib çıxmırdıq, 9-u, o cürdə də. Bu da, məsələn, hər nədirsə A üstünə 10 gəliblər, 10 üstünə A-dan çıxıblar B-ni. Niyə üstünə 10 gəliblər? Tezdən deyirəm. Çünki B A-dan böyükdür. B böyükdür, A balacadır. Balacadan böyük çıxmaq olmur deyə bunu bir dənə 10-luq götürüb üstünə 10 gəlirdim. Çıxıblar B-ni və cavabı nə alıblar? 6. Deyirsən, sən mən burada nə edəcəm? Deyəm, gözlə. Burada da A çıx B nəyə bərabər? Bu plus 10, bura keçir, çıx 10 kimi. Yəni, altdan 10 çıxanda olur mənfi 4. Sadə mənfi nəzərdən çəkəm, deyəm, problem yoxdur. Götür yerlərini değiş. Mənfi B-ni soldan sağa olur müsbət B, müsbət A-nı soldan sağa olur mənfi A, mənfi 4-ü də sağdan sola olur müsbət 4. Düzdür? Yəni, B çıx A-nın müsbət 4-ə bərabər olduğunu sən tapdın. Deyirsən, əla, mənə də bu lazımdır. Axı, iki fərqin olma məcəzi rəqəm neçə olar? Bu, B-dən A-nı çıxmalı. Deyirsən, B çıx A neçədir? 4. Götür, burada 4 cavabını götürün, səhv etsən. Biz baxın, nə danışırsan, Rasim? Gözlə də tələsmə. B-dən A çıxmalı 4 edir, düz deyik, düz tapmışıq. Amma burada bizim B-imizdən bir dənə 10-luq vermişik axı bura. B çıx A 4 eləyir. Amma bir dənə 10-luq vermişik axı bura. Biz buradan B çıxanın 4 onu tapmışıq. Deməli, bu dəfə nə olacaq? 3. Çünki bu bir vahid azalır. Məsəl üçün deyirəm də, bura 5, bura 1 idi məsələn. 5 çıx 1, 4 idi normalda. Amma bu bura 10-luq verdiysə, bu 5 yox, 4 olur. 4-dən 1 çıxanda 3-ü verir. Başa düşdünüz? Deməli, bu fərqin olunması rəqəm neçə olur? 3, yəni A bəndi. Salam. Ümid edirəm, başa düşdünüz. Bu sırf riyazi həll idi. Amma kim istəyir ədəd qoymağını da həll edə bilər. 100% olsa deyənlər olacaq. Bax, özü fikirləşər ki, bir dənə çıxma əməli yerinə yetiririm, 6 olsun da. Məsəl üçün, 5, elə belə yazacağım. 51 çıxılsın 15. Görürsünüz? Yəni, bir dənə çıxma əməli yerinə yetirirəm, rəqəmlərin dəyişmən olsun, amma ki, təkliyi 6 olsun. Görüm, təkliyi 6 olanda onluğu nə olacaq? Bax, 11-dən 5 çıxanda 6, buradan bir dənə onluq vermişəm, bura 11-dən 5 çıxmış, burada 4 olub. 4-dən 1 çıxanda 3 və salam. Bəlkə başqa cür yaz gidən, gələ. 62, 26. Bax, yerlərini dəyişdim. Çıxanda 12 çıx 6. 6, buradan onluq vermişəm də, düzdür? Bu olub 5. 5 çıx 2, 3. Yəni, hər dəfə də onluq mərtəbəndə 3 alınacaq onsuz da buradan nigaran qalma. Yəni, ədəd qoymaqla da eləyə bilərdiniz. Mən sırf riyazi həlli birinci göstərdim sizə. 29 idi bu. Keçdik 30-a. Yaş məsələsidir. Çətin də məsələ deyil. Aytən deyir, Aygündən 10 yaş kiçikdir. Yazın bura qızın adını. Aytən və Aygün. Aygün. Aytən Aygündən 10 yaş kiçikdir. Deməli, Aygün böyükdür. Deməli, üçün plusla yazmaq daha rahatdır. Deməli, Aytən kiçikdirsə, Aytən. Deməli, Aygün böyükdür Aytəndən. Yəni, Aytən x desəm, Aygün x plus 10-dur. Yəni, Aytən yaşı x-sa, Aygün onun 10 yaş böyükdür. Aytən kiçikdir, Aygün böyükdür. Üstəgələn bizim daha rahatdır. Sonra deyir ki, Aytən Aygünün indiki yaşına çatında. Aygünün indiki yaşı x plus 10-dur da. Aytən də Aygünün indiki yaşına haçan çatar? 10 ildən sonra. Çünki bu x plus 10-dur, yəni bunun üstünə 10 gəlsəm x plus 10 olardı. Yəni, indiki yaşına çatmaq üçün 10 il keçməlidir. 10 il keçsə, Aytən yaşı nə olacaq? X plus 10. Görürsünüz, x-in üstünə 10 gələcəm. Bax, bu cür olacaq, Aygün yaşayım. Amma Aygün də 10 yaş böyük axı. X plus 10 üstünə 10 gələndə olacaq x plus 20. Bu da oldu Aygün yaşı, 10 sonraki yaşları. Və deyək, onun yaşları cəmi 50 olacaq. Yəni, Aytən yaşını, Aygün yaşını toplayanda bizə 50-ni verməlidir. Və sonra x ilə x toplayanda 2x bərabərdir. 10 ilə 20, 30 heç, 30 kimi keçir, 50-dən 30 çıxanda 20. X ilə bərabərdir 22-yə böləm 10. X tapdım 10. Sual nədir? Aygünün indi neçə yaşı var? Aygün yaşında biz x plus 10 demişdik, x-də 10 tapmışıq. Gəl, qoydum yerinə, 10 üstə 10 neçədir? 20. Deməli, Aygünün indi 20 yaşı var. Başqaları bunu başqa cürdə həll edibsə, səhv öyrənməsi kimsə, Aygünə x, Aytənə x çıx 10 da deyə bilər. Problem yoxdur. Mən də belə rahatdır, belə yazıram. Kim necə istəyir həll etsin, düzgün məntiqlə düşünürsənsə, onsuz da hamımız düzgün cavaba gəlib çıxacaq. 30-u da silim, keçək 31-ə. Harada da 31-ə? Aşağıda.